Salam, hər vaxtınız xeyir olsun. Biz yenə də radiatorları yürük. Gördüyünüz kimi növbəti radiatoru açmışıq və birbaşa kanalizasiyaya gedir. Radiatorumuzun paslı suyu. Suyu görə bilək deyə belə bir qurğu düzəltmişik. Baxın, radiatorumuzdan gələn su bu vəziyyətdədir. Kompresorlu aparatla yürüyük, gördüğünüz gibi. Radiatörün yerindən qoşmuşuq. Baxın bu vəziyyətdə. Baxın, hələdir, radiator ağarmayıbdır. Baxın, tam ağardı. Dibində də söküntü qalıbdı. İndi isə növbəti radiatoru açdıq. Görək növbəti radiatordan nə gəlir. Şiş gəlir, moment gedir. Artıq növbəti radiatorun içinin paslı suyu gəlir. Baxın, qapqara gəlir, qapqara. Qapqara pas gəlir. Bu səbəbə görə də radiatorlar normal qızmır. 2 ildən bir radiator sistemini düzdürməyiniz məsləhətdir ki, radiatorlarda normal evi isidə bilsin. Baxın, tam ağardı. Gördüyünüz kimi. İndi isə növbəti radiatora səsayır. Videomuzu burada yekunlaşdıraq. Allah'a emanet qalın. Bu kimi işlər kimə ehtiyac olsa videomuzda və səhifəmizlə əlaqə nömrəmiz ilə əlaqə saxlaya bilərsiniz. Bu qədər.